Salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə inanılmaz ləzzətli, yumuşaq mindavik tortunun hazırlanmasını bölüşürəm. İstifadə etdiyim bütün ərzaqların ölçüsünü açıqlama bölməsində qeyd edəcəm. Qazanın içərisinə şəkər tozunu əlavə edirəm, üzərindən yağı əlavə edib, sonra isə balı əlavə edib ocağın üzərinə qoyuram. Ocağın üzərində şəkər tozu ilə yağ əriyənə qədər qarışdırıram. Gördüyünüz bu şəkildə şəkər tozu ilə yağ əridikdən sonra içərisinə 2 çay qaşığı soda əlavə edirəm və qarışdırıram. Sodanı əlavə edəndən sonra görürsünüz bu cür köpüklənəcək, dayanmadan qarışdırın. Dayanmadan qarışdırıb rənginin tündləşib karamel rəngini almağını gözləyirəm. Mənim üçün bu rəng kifayət edir. Ocağın üzərindən götürürəm. Onun ilk istiliyi çıxana qədər 4 ədəd yumurtanı qarışdırıram. Sonra isə üzərinə əlavə edib tez-tez qarışdırıram ki, yumurta içərisində bişməsin. Bu mərhələdə yumurtanı mütləqdir ki, çox tez qarışdırasınız ki, içərisində bişməsin. Yumurta içərisində yaxşı həll olduqdan sonra içərisinə unu əlavə edirəm. Unu 2 dəfəyə əlavə edirəm içərisinə. Unu töküb spatula ilə görürsünüz qarışdırıram. Əl ilə yoğurmağa məncə ehtiyac yoxdur, elə spatula və yaxud da qaşıqla da rahatlıqla qarışdıra bilərsiniz. Qalan unu da içərisinə əlavə edib qarışdırıram. Çalışın reseptdən kənara çıxmayaraq ölçülərə diqqət edin. Xəmir bu cürə alındı, çox gözəl xəmirdir. Üzərini örtürəm və otaq temperaturunda soymasını gözləyirəm. 2 saat keçdikdən sonra xəmiri hissələrə bölüb kündələyirəm. Bu xəmirlə 10 ədəd kündə alınır. Üzərini örtüb və heç gözlətmədən yaymağa başlayıram. Yaydıqdan sonra üzərini çəngəllə deşdikləyirəm. Soba listinə qoyub 180-200 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Nəzarətlə bişirin, tez bişir. Bişdikdən sonra isti-isti götürüb qəlibi ilə kəsirəm. 24 sm olan qəliblə kəsirəm. Çox kövrək, çox gözəl korjlar alındı. Bütün kündələri bişirib bitirdikdən sonra keçirəm kreminin hazırlanmağına. Qabın içərisinə şəkər tozunu əlavə edib, yumurtanı əlavə edib qarışdırıram. Yumurta ilə şəkər tozu yaxşı qarışdıqdan sonra üzərinə un əlavə edirəm. Sonra isə südünü əlavə edirəm. Yaxşıca qarışdırıb ocağın üzərində bişirirəm. Gördüyünüz bu şəkildə ocağın üzərində əlimi dayandırmadan qarışdırıram ki, dibi yapışmasın. Qaynara düşdükdən sonra ocağın üzərindən götürürəm. Elə bu qazanın içərisində də soyumağa qoyuram. Üzərini örtüb qoyuram bir kənara soyumağa. $300 qram yağı mikserlə yaxşıca qarışdırıram. Yağ yumuşaldıqdan sonra üzərinə bişirdiyimi əlavə edirəm hissə-hissə. Qeyd etmək istəyirəm ki, hər ikisi də eyni temperaturda olmalıdır. Və budur artıq kremim də hazırdır. Çox yaxşı krem alınır bu reseptlə. Korjuları da sizə göstərmək istəyirəm. Baxın, görürsünüz necə gözəl rəngi var. Çox da gözəl alınıblar. Keçirəm artıq tortun yığılmasına. Bir-bir korjuları yerləşdirib üzərini kremləyirəm.
Korjları kəsərkən kənarında artıq qalan hissələri blenderlə xırdalayıb üzərinə ovuntu kimi səpirəm. 2 saat keçdikdən sonra tortu kəsib sizlərə də göstərirəm. Çox yumuşaq, çox ləzzətli, inanılmaz qoxusu var. Sizə də mütləq məsləhət görürəm ki, bu reseptdə Medovik tortunu hazırlayın. Məncə heç peşman olmayacaqsınız. Çox ləzzətli, çox gözəl alınır. Bugünlük də məndən bu qədər olsun dəyərli izləyicilər. Yeni video reseptlərdə görüşmək üzrə inşallah. Sağlıqla qalın.